11-ci əsrin 60-cı illəri Böyük Səlcuq dövlətinin, 12-ci əsrin 90-cı illəri Eldənizlər dövlətinin tarixinə aid mücəd 1160, daha doğrusu 1060, 1069 Böyük Səlcuq, 1190, 1199 Eldənizlər. Paytaxtın yeni şəhərə köçürülməsi bu yanlışdır. Paytaxtı Səlcuqlar köçürüblər 1043-də və 1073-də. Bizansla müharibədə qalib gəlməsi, Eldənizlərin ümumiyyətlə Bizansla savaşı yoxdur. Hakimiyyətə yeni hökmdarın gəlməsi düzdürmü? Bəli. Məsələn, 1063-də Səlcuqda kim gəlib hakimiyyətə? Alparslan. Eldənizlərdə kim gəlib? 1191-də Əbubəkir. 3 düzdür. Şirvanşahlar dövlətinin asılı hala salınması. Bu da düzgün cavabdır. Çünki Səlcuqlar bunu 1066 etdi. Qızıl Arslan isə bunu 1191-də etdi. Ümumiyyətlə Şirvanşahlara tabe edən 2 Eldəniz hökmdarı var. Bunun biri Şəmsəddin Eldənizdir. Biri isə Şirvanşahlar sonradan Şəmsəddin Eldənizə tabe olsalar da, amma sonradan Qızıl Arslanın dövründə tabe olmaqdan boyun qaçırdılar, amma Qızıl Arslan onları tabe etdi. Qaldı ki, mərkəzi hakimiyyətin zəifləməsindən Səlcuqlar 1060-larda zəifləyə bilməzlər, çünki 1063-də hələ Alparslan gəldi hakimiyyətə, ondan sonra isə Məlikşah və digərləri gəldilər. Bu hardasa Eldənizlər üçün belə desək keçərli ola bilər, çünki 1191-dən sonra Əbubəkir gəldi və Eldənizlər üçün sanki son zəng çalınmağa başlandı. Cavab 3-4-dür.